Yaşlı adam səhər yeməyini yedikdən sonra nəvələrini görmək üçün sevinə-sevinə paltarlarını geyindi. Paltarları köhnə olsa da təmiz və səliqəli idi. Bir əlində nəvələri üçün aldığı şirniyyat, bir əlində hazırlanmış tut bəhməzini götürüb sevinə-sevinə evdən çıxdı və avtobus dayanacağına gəldi. Bir saat yol getdikdən sonra oğlunun evinə yetişdi. Evinin qarşısında olan dəmir darvazanı keçib, oğlunun evinə getmək istəyərkən güvənlik görəmlisi onu saxladı və onu süzüb ondan kimliyini istədi. Hara getdiyini soruşdu. Dedi, oğlumun evinə gedirəm. Dedi, belə gedə bilməzsən. Mən qoy evdən icazə alım, sonra gedərsən. Oğlan kişi bu ərəfədə fikirləşdi ki, gör nə gündür ki, oğlumun evinə sərbəst gedə bilmirəm. Nəhayət onu güvənlik görəmlisi buraxdı və gəlib otağın qapısını döyəndə gəlini təlaşla qapını açıb qaynatasını gördü və dedi ki, kaş baba gəlməzdən qabaq sən xəbər verəydin, gəlişini bildirəydin, biz də hazırlaşaydıq, ev tör-töküntü şəklindədir. Dedi, bala, mən 3 gün bundan qabağa oğlum Əhmədlə danışmışdım, gələcəyimi ona söylədim. Gəlin dedi ki, Əhmədin o qədər işləri var ki, sənin sözünü hardan yadında saxlayacaq. Və kişi bundan biraz peşman oldu və dedi, bala, sizə çox yük olmayacam, nəvələrimi görmək üçün gəlmişəm. Və otağa keçib, nəvələrini görüb, onlar bir-birinə sarıldılar və nəvələri ilə görüşüb öpüşdülər. Nəhayət, bu nəvələri ilə çıxardıb şirniyyat verəndə, gəlin tez bunu görüb, dedi ki, ata, biz onlara şirniyyat vermirik, onları təmiz yeməklərlə qidalandırırıq, hər şeyi onlara vermək olmaz. Kişi bundan biraz pərişan oldu və nəhayət öz nəvələrini oynadıb onlara nağıl danışdı, sevinclə gülüb bir-birini əyləndirirdilər. Gəlin bunu tez-tez saata baxır və qaynatasına axırı dedi ki, ata, bizim evə qonaqlar gələcək, mən evi onlar gəlməmişdən qabaq yığış eləməliyəm. Oğlu Əhməd də hələ yatmışdı. Dedi, bala, mən burada çox qalmayacam və nəhayət ayağa qalxdı, nəvələri ilə vidalaşdı. Dedi, əvvəllər qonaq gələrkən heç vaxtı qabaqcadan xəbər verməzdi. Nəyimiz olsaydı, ortaya qoyub bölüşərdik. Olmasaydı da halallaşardıq. Amma indi bunların heç biri yoxdur. Heç vaxtı evdən qonaqlar küsülü halda, qəlbi sınıq halda, ac halda yola salınmazdı. İndi bunların heç biri yoxdur. Evləriniz geniş saray kimi olsa da, qəlbiniz çox dardır. Və bunları deyib, otaqdan çıxıb getdi. Gedərkən çox pərişan halda idi. Nəhayət gəlib, avtobus duracağına çatdıqda telefon zəngi çalındı. Telefon zəngi çalınarkən oğlunun yuxulu səsini eşitdi. Dedi, ata, gəlmisən, mən yatmışam, xəbərim olmayıb. Yoldaşım indi mənə xəbər verib ki, sən gəlmisən. Ona görə də mən gəlmisən, qonaq gələcək evə, o yer yığış etmək üçün belə deyib. Sən nədir ona laf eləyib, çıxıb getmisən. Ata oğlunun evində artıq olmasına baxmayaraq hələ bir suçsuz da hesab olundu.
və dedi ki, darıxma bala, day bundan sonra sizin evə gəlmərəm və sizi narahat etmərəm. Bundan sonra elə sizi kənardan izlərəm. Sizin sağlığın durumunuzu görmək, xoşbəxtliyinizi görmək mənim üçün xoş olar. Və avtobusa bundan sonra telefon zənginə son verildi və kişi gələn avtobusda əyləşib boş yerdə oturdu. Sonra pəncərədən bayıra baxaraq dərin düşüncələrə qərq oldu. Nəvəsinin gülüşü qulaqlarından getmirdi. Bu sevincli nəvə ilə babanın sevincinə baxmayaraq, babanın evdə artıq olması ona çox pis təsir etmişdi. Allah heç kəsi bu duruma salmasın. Kişi fikir xəyala dalaraq avtobusla o yerdən, oğlunun evindən uzaqlaşdı. Bax, bu da həyat bir hekayə.